23 fevral. Qoç. Bugün qoçlar üçün aktivlik və təşəbbüskarlıq ön plandadır. Səhər saatlarında iş planlarını gözdən keçirmək və prioritetləri müəyyənləşdirmək faydalıdır. Yeni ideyalar ortaya çıxacaq və onları düzgün qiymətləndirmək sənin üçün motivasiya yaradacaq. Günün ortasında gözlənilməz bir fürsət və ya təklif diqqətini cəlb edə bilər, amma qərarları düşünərək vermək önəmlidir. Münasibətlərdə açıq və səmimi olmaq qarşılıqlı anlaşmanı artıracaq və ətrafındakı insanlarla əlaqələrini gücləndirəcək. Axşam saatlarında təbiətdə gəzmək, sakit musiqi dinləmək və ya kitab oxumaq enerjini bərpa edəcək. Bugün həm işdə, həm də şəxsi həyatda balanslı və məhsuldar addımlar üçün əlverişlidir. Buğa. Buğalar üçün bugün sabitlik və planlı hərəkət ön plandadır. Səhər saatlarında maliyyə və iş planlarını gözdən keçirmək faydalıdır. Günün ortasında ailə üzvləri və yaxın dostlarla ünsiyyət daxili rahatlıq yaradacaq. İşdə kiçik dəyişikliklər olsa da, səbr və analiz bacarıqları uğur gətirəcək. Münasibətlərdə anlayışlı və sabit olmaq qarşılıqlı harmoniya təmin edəcək. Axşam saatlarında hobbilərlə məşğul olmaq, musiqi dinləmək və ya kitab oxumaq enerjini bərpa edəcək. Bugün həm iş, həm də şəxsi həyatda balans üçün əlverişlidir. Əkizlər. Əkizlər üçün bugün ünsiyyət və çevik düşüncə günüdür. Səhərdən etibarən telefon zəngləri, yazışmalar və görüşlər aktiv olacaq. Günün ortasında yeni ideyalar və təkliflər çıxacaq və onları diqqətlə qiymətləndirmək motivasiyanı artıracaq. İşdə bir neçə işi eyni vaxtda idarə etmək lazım gələcək, amma çevik və planlı olmaq faydalıdır. Münasibətlərdə açıq danışmaq və qarşı tərəfi dinləmək uğur gətirəcək. Axşam saatlarında yaradıcı fəaliyyətlə məşğul olmaq, yazmaq, rəsm çəkmək və ya hobbilərlə məşğul olmaq enerjini bərpa edəcək. Bugün həm intellektual, həm də sosial fəaliyyət üçün əlverişlidir. Xərçəng. Xərçənglər üçün bugün ailə və şəxsi həyat ön plandadır. Səhər saatlarında ev işlərini planlamaq və şəxsi məsələləri nizamlamaq faydalıdır. Günün ortasında yaxın bir insanla səmimi söhbət etmək daxili rahatlıq və enerji verəcək. İşdə intuisiyadan istifadə etmək qərarları düzgün verməyə kömək edəcək. Münasibətlərdə diqqətli və anlayışlı olmaq günün harmonik keçməsinə səbəb olacaq. Axşam saatlarında sakitlikdə vaxt keçirmək, musiqi dinləmək və ya kitab oxumaq enerjini bərpa edəcək. Bugün həm iş, həm də şəxsi həyatda balans və harmoniya yaratmaq üçün əlverişlidir. Şir. Şirlər üçün bugün liderlik və yaradıcılıq ön plandadır. Səhər saatlarında işdə və şəxsi layihələrdə təşəbbüs göstərmək faydalıdır. Günün ortasında maraqlı bir təklif və ya iş planı motivasiyanı yüksəldəcək və ətrafındakıları ruhlandıracaq. Münasibətlərdə cəsarətli və səmimi davranmaq qarşı tərəfi xoşbəxt edəcək. Axşam saatlarında dostlarla görüşmək və sosial fəaliyyətlərdə iştirak etmək enerjini artıracaq. Bugün həm işdə, həm də şəxsi həyatda özünü göstərmək üçün əlverişlidir. Qız. Qızlar üçün bugün diqqət və məhsuldarlıq ön plandadır. Səhər saatlarında işlərini planlamaq, yarımçıq qalmış işləri tamamlamaq və prioritetləri müəyyənləşdirmək faydalıdır. Günün ortasında yeni məlumat və ideyalar işlərin daha səmərəli irəliləməsinə kömək edəcək. Münasibətlərdə diqqətli olmaq və qarşı tərəfi dinləmək harmoniya yaradacaq. Axşam saatlarında sakit bir mühitdə vaxt keçirmək, meditasiya etmək və ya kitab oxumaq enerjini bərpa edəcək. Bugün həm məhsuldarlıq, həm də daxili sakitlik üçün əlverişlidir. Tərəzi. Tərəzilər üçün bugün sosial əlaqələr və balans ön plandadır. Səhər saatlarında ünsiyyət və əməkdaşlıqlar faydalı olacaq. Günün ortasında maraqlı bir dəvət və ya yeni əməkdaşlıq imkanları ortaya çıxa bilər. Münasibətlərdə açıq və səmimi olmaq həm iş, həm də şəxsi həyatda harmoniyanı təmin edəcək. Axşam saatlarında sakit və rahat mühitdə vaxt keçirmək enerjini bərpa edəcək. Bugün həm sosial, həm də emosional baxımdan aktiv və məhsuldar keçəcək. Əqrəb. Əqrəblər üçün bugün introspeksiya və diqqət ön plandadır.
Səhər saatlarında uzun müddətdir həll edilməyən məsələlərə fokuslanmaq faydalıdır. Günün ortasında iş və şəxsi həyatla bağlı vacib qərarlar vermək lazım gələcək. Münasibətlərdə səmimi və ciddi davranmaq diqqəti çəkəcək. Axşam saatlarında sakitlik və tək qalmaq enerjini yeniləyəcək. Bugün həm analitik düşüncə, həm də emosional balans üçün əlverişlidir. Ox atan. Ox atanlar üçün bugün geniş düşüncə və yeni imkanlar ön plandadır. Səhər saatlarında gələcək planları nəzərdən keçirmək və yeni layihələr üzərində düşünmək faydalıdır. Günün ortasında maraqlı xəbər və ya təklif motivasiyanı yüksəldəcək. Münasibətlərdə açıq və səmimi olmaq həm iş, həm də şəxsi həyatda uğur gətirəcək. Axşam saatlarında sakit bir mühitdə hobbilərlə məşğul olmaq enerji səviyyəni qoruyacaq. Oğlaq. Oğlaqlar üçün bugün məsuliyyət və planlama ön plandadır. Səhər saatlarında iş və şəxsi həyatda vacib qərarlar vermək faydalıdır. Günün ortasında ailə və şəxsi həyatla bağlı məsələlər diqqət tələb edə bilər. Münasibətlərdə ciddi, amma səmimi yanaşmaq faydalıdır. Axşam saatlarında sakitlikdə vaxt keçirmək enerjini bərpa edəcək. Bugün həm iş, həm də şəxsi məsuliyyətlər üçün əlverişlidir. Dolça. Dolçalar üçün bugün yaradıcılıq və sosial aktivlik ön plandadır. Səhər saatlarında yeni ideyalar və layihələrlə məşğul olmaq faydalıdır. Günün ortasında sosial çevrədən maraqlı xəbər və ya təklif gələ bilər. Münasibətlərdə səmimi və orijinal davranış sərgiləmək faydalıdır. Axşam saatlarında özünə vaxt ayırmaq və yaradıcı fəaliyyətlə məşğul olmaq enerjini artıracaq. Bugün həm motivasiya, həm də yenilik günü olacaq. Balıqlar. Balıqlar üçün bugün intuisiya və emosional zənginlik güclü olacaq. Səhərdən etibarən hisslərin güclüdür və qərarları intuisiya ilə vermək asan olacaq. İşdə sakit, amma məhsuldar ritmdə irəliləyəcəksən. Günün ortasında xoş xəbər və ya rahatladıcı söhbət ola bilər. Münasibətlərdə mehriban, şəfqətli və anlayışlı olmaq sənin gücün olacaq. Axşam saatlarında meditasiya, musiqi və ya yaradıcı fəaliyyətlə məşğul olmaq enerjini artıracaq. Bugün həm ruhunu, həm də ilhamını gücləndirir, yaradıcılıq üçün ideal gündür.